Əl-Maidə surəsinin 48-ci ayəsi. Uca Rəbbimiz buyurur: Əuzu billahi minəşşeytanirracim. Fastabiqul xeyrat. İlallahi mərci'ukum cəmi'a. Buyurur ki, yaxşı işlərdə bir-birinizlə yarışın. Hamınızın dönüşü Allaha olacaq. İlallahi mərci'ukum cəmi'a. Sizin hamınızın dönüşü, qayıdışı Allaha olacaq. Əsl həqiqətdə biz baxsaq, bu dünya bizim başımızı elə qatıb ki, biz bir-birimizlə axirət işlərində deyil, dünya işlərində bir-birimizlə yarışa qalxmışıq. Məsələn, görsən biri bir maşın alanda, bir qonşu görsən o biri qonşu yata bilmir, gecə o tərəfə qıvrılır, bu tərəfə. Görürsən heç imkanı da yox, ya borca girir, indi bank sistemidir də, nə bilim banka, ora, bura. Onun var, məndə yox. Məsələn, məndə də olsun. Dünya işlərində bir-birimizlə nə edirik? Yarışırıq. Amma birin özündə imandan üstün görəndə gecə yatmayayım, narahat olum ki, mən nə hansı zikr eləyim, hansı ibadət eləyim ki, ondan üstü olum. Belə aramızda varsa xoş o insanın halını. Yoxsa Allah bizi elə onlardan eləsin inşallah. O cür mənəvi cəhətdə yarışanlardan qərar versin.